Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda keçirilən maçlardan sonra ölkələrin UEFA reytingi yenilənib. Azərbaycan təmsilçisi Qarabağ ötən gecə Bakıda Ayntraxtı məğlub edib. Qurban Qurbanovun komandası ölkəmizə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycanın reyting sıralamasındakı mövqeyi dəyişib. Azərbaycan 22,750 əmsalla 27-ci yerə yüksəlib. Sloveniya 22,843 əmsalla 26-cı, Slovakiya isə 22,375 əmsalla 28-ci pillədədir. Qeyd edək ki, UEFA reytinginə İngiltərə 104,769-la liderlik edir.